Salam, xoş gördük əziz Müsiyyə TV izləyiciləri. Bugün də maraqlı qonaqlarla qarşınızdayıq. Hansı ki, həmin qonaqlar qalibiyyət sevinci ilə gəliblər. Karate üzrə Azərbaycan çempionatında Sumqayıt Atilla Karate klubunun iki idmançısı Quliyeva Lalə və Nazənin bacıları iştirak ediblər və yüksək nəticələr qazanıblar. Bu münasibətlə həm qızları, həm də ataları Avropa və Dünya çempionu Sərhəd Quliyevi dəvət eləmişik. Elə uşaqların müəllimi də Sərhəd bəydir. Salam, xoş gəlmişsiniz. Təşəkkür edirəm, çox sağ olun. Öncə təbrik edirəm sizi, uğurlar arzulayıram fəaliyyətinizdə. Çox sağ olun, təşəkkür edirəm. Sərhəd bəy, yarışa uşaqları neçə gün hazırladınız? İyul ayının 7-sində ölkə çempionatı keçirildi. Bir ay qalmış biz səhər məşqlərini eləyirdik, axşam məşqlərini eləyirdik, çox güclü hazırlaşırdıq. İstər-istəməz bunların yerinə mən özüm həyəcanlıydım. Mən öz yarışlarıma çıxanda mən heç elə həyəcan keçirməmişdim. Öz qızlarım yarışa çıxanda mən çox belə həyəcan keçirdim. İstər-istəməz istəmirdim də mənim qızlarım uduzsun, istəyirdim ki, o çempion olsunlar. Sağ olsunlar, Nazənin də 8-9 yaşlılar arasında 30 kiloqramda bütün rəqiblərinin üzərində qələbə qazanaraq ölkə birincisi oldu. Lalə isə 5 yaşı olmana baxmayaraq 6-7 yaşlılar arasında döyüşdü. 21 kiloda vuruşdu. Düz indi bunun yaşı çatmırdı ora. 6-7 yaşlılar arasında döyüşərək ikinci yerə layiq oldu. Və sağ olsunlar ki, əziyyətimi yerə vurmadılar. Səhər məşqlərini, bu yarışa ölkə birinciyinə çox güclü hazırlaşırdıq. Səhər məşqlərini edirdik, günorta məşqlərini edirdik. Amma özləri deyirdi ki, hətta gedək məşq eləyək, yarışda istəyir ki, biz qalib gələk. Bir müəllim üçün şagirdlərin uğuru qürur verici bir şeydir. Üstəlik bu övladadırsa 2 qat sevinç hissi keçirirsiniz. Yəni bu barədə istəyirik hisslərinizi öyrənək. Nazənin ölkə birincisi olanda, belə deyək də, finalda rəqibinin üzərində 5 saniyə qələbə qazandı. 5 saniyə qələbə qazandı və ölkə çempionudur və qaçaraq gəlib mənə qucaqlar ki, ata, bəs mən sənin başvucu elədim, çempion oldum. O qıraqda mən baxanda, döyüşəndə, mən bunları qıraqdan izləyəndə, bir müəllim kimi, bir ata kimi izləyəndə həqiqətən də fəxr edirəm. Öz qızlarımdan ki, bunlar arenadadılar. Bu böyük, belə deyək də, 500 idmançının içində bunlar həyəcanlanmırlar, özlərini itirmirlər, düzdür. Bunlar həmişə mən demişəm, qulağınız rəqibdə olsun, qulağınız məndə olsun. Qızları hər biri ayrı-ayrılıqda, yəni onlar neçənci yerə layiq görüldülər? Nazənin birinci yerə çıxdı, 8-9 yaşlar arasında birinci yerə çıxdı. Lalə isə 5-6-7 yaşlar arasında ikinci yerə çıxdı. Ölkə çempionu oldu. Yarışın gedişatı necə idi? Yarış çox gözəl keçdi. 500-ə yaxın idmançı var idi. Ölkə çempionatı idi. Oradan indi birinci yerə, ikinci yerə çıxmaq indi belə deyək də çox çətindir. Bilirsiniz ki, indi 500 idmançının içindən Nazənin birə çıxdı. Mən necə deyim, ata üçün bir xoşbəxt bir anlar da ola. Bir sevincimdən bilmirdim ki, o sevincimin necə deyim, sözlərlə ifadə etmək olmurdu. Lalə də yenə deyirəm, 5 yaş olmana baxmayaraq çox yaxşı vuruşdu 6-7 yaşlar arasında, 2-yə layiq görüldü. İndi hələ onun yaşı düzü düşmürdü. Amma özüm dedim ki, qoy çıxsın, döyüşsün 6-7 yaşlar arasında. Yenə də əziyyətimizi yerə vurmadılar. Təşəkkür edirəm, sağ olsunlar. Bunların hələ gələcəyə qarşıdadır. İnşallah qarşıda bizim yarışımız olacaq. Oktyabr ayında Özbəkistanda Dünya Kuboku karate üzrə. İnşallah ora hazırlaşacağıq Allahın köməkliyi ilə. Övladlarınızdan əlavə başqa neçə nəfərlə məşğul olursunuz? Nə qədər şagirdiniz var? Var, yəni belə deyək də, başqa tələbələrim də var mənim. Bir 20-yə yaxın, 25-ə yaxın tələbələrim var, karate ilə məşğul olurlar. İndi idman, belə deyək də, indi məcbur eləmək də olmur ki, sən çıxıb döyüşməlisən. Mən məcbur eləmirəm, kim istəyirsə, onu mən çıxadıram, vuruşsun. Məsələn, elə valideyn var, deyir ki, mən uşaqları gətirmişəm sağlamlığı üçün məşq eləsinlər. Yarış üçün istəmirəm yarışlarda vuruşsun. Amma elə valideyn var ki, biz sırf professional istəyirik ki, bizim uşağımız idmanla məşğul olsunlar. Bəs ümumi olaraq onların nəticələri qənaət bəxşdir sizcə? Bir müəllim olaraq nə deyə bilərsiniz? Yarışda döyüşən idmançılar... Yəni yarış əsnasında, ümumiyyətlə məşqələ zamanı. Belə deyək də, bu günlər biz onların üzərində əziyyət çəkib, onları düzgün yol göstərir, fiziki tərbiyə verir. Mən tələbələrimə də deyirəm ki, bax, siz də əziyyət çəkirsiniz, mən də əziyyət çəkirəm, valideynlərimiz də maddi cəhətdən əziyyət çəkir. Sizi biz yarış aparırsa, mən demirəm birinci yer ver mənə. Bu məşq zalımıza yerlə gəlmək lazımdır. Bəli, indi birinci, ikinci, üçüncü yerə çıxsalar da,
yenə də mənim üçün onlar çempiondular. İkinci, üçüncü yer gətsələr də. Ümumiyyətlə yarışa, ümumiyyətlə idmana yeni başlayanlara və yenidən və yaxud da başlamaq istəyənlərə siz bir müəllim olaraq nələri tövsiyə edərdiniz? Mən buradan üzümü tuturam gənclərimizə, valideynlərə üzümü tuturam ki, birinci hansısa bir idman növündən övladlarını istəyirlərsə, övladları hansısa bir idman növünə məşğul olmasını istəyirlərsə, birinci o müəllimlər haqqında maraqlanmalıdırlar. O müəllimlərin lisenziyası haqqında yenə də burada mən deyirəm, lisenziyası haqqında maraqlanmalıdır. Nəticəsi varmı o müəllimin? Yoxdur. Lisenziyası varmı? Məşqçilik hüququ varmı? Məşq keçməyə hüququ varmı onun məşq keçməyə? Yoxsa yoxdur. Çünki bəzi xoşa gəlməz hadisələrə şahid oluruz. Baxır zamanlarda indi siz özünüz də yaxşı bilirsiniz ki, idman zalında uşaqların ölümü ilə bağlı olaraq valideynlərdə güvən hissi də azalır. Bəli, mənə istər və belə də indi bu dəqiqə məsələn mənə zənglər gəlir, deyir biz sizi tanıyırıq, istəyir ki, övladlarımızı sizin yanınıza və sizə etibar eləmək istəyirik. Əlbəttə ki, bizə etibar düzgün müəllimin yanına qoymalıdırlar. Sabahları o valideyn o uşağını gətirib bizə sağ-salamat ötürürsə, biz də sağ-salamat onun özünə qaytarmalıyıq uşaqlarına. Fərqi yox, siz çöldə məşqlər eləyək, bulvarda istəyir, nədir, məşq zalımızda biz yenə də o övladlarımızı valideynlərə təhvil verməliyik sağ-salamat. Çünki onlar bizim gələcəyimizdir. Dünya çempionu, Avropa çempionu belə deyə də olmaq asandır. Əsas odur ki, insan olmaq lazımdır. Mən hər bir tələbəmin öz dilində danışıram mən. Nə olsun biz müəllim yetirək, indi uşağı vurmaq olmaz, başa salmaq olar. İdman cəzaları var. Bəli, çünki hər tələbədə qavrama fərqli olur. Bəli. Onun da öz üsulu olur da. Bir müəllim olaraq siz daha yaxşı bilirsiniz. Onların psixologiyası da fərqli olur. Bəli, bəli. Bir dəqiqə mənim tələbələrim var. Necə deyim, indi Nazənin də yaxşı bilirlər. O qədər evdə saxlayıblar ki, ata-ana istəyir ki, bir açılsın uşaqda, bir çıxsın cəmiyyət içinə, bir idman eləsin. İndi valideyn özü də gəlib qıraqdan baxır, deyir müəllim, Allah sizə səbir versin də. İndi biz öz uşağımızı bilirik ki, müəllimlik çox çətin peşə. Amma biz buna öyrəşmişik artıq. Yəni bizim borcumuzdur ki, onu biz necə deyim, idmanı sevdirmək, düzgün yol göstərmək bizim borcumuzdur. Deyirik, belə şeylər hallar çox olunursa. Uşaqlar hisslərini bölüşmək istəyərmi? Danışsın Nazənin də, Lalə də. İmtahan yarışlarda həyəcan var idimi? Növbəti yarışlara necə hazırlaşırsınız? Güclü hazırlaşırıq növbəti yarışlarımıza. Qələbə qazanacağınıza inanırsınızmı? Bəli. Necə hazırlaşırsan? Məşq eləyirsən hər gün? Bəli. İnşallah nailiyyətləriniz bol olsun. İnşallah. Uğurlar arzulayıram və Azərbaycan bayrağı daim zirvələrdə davamlı layiqdir. Amin. Bizim borcumuzdur belə bir övladlarımızı. Valla mən tələbələrimə də deyirəm ki, mən ayrı seçkilik yaratmam. Hamımıza eyni gözdə baxıram. Əsas odur ki, belə deyək də, müəllimin gözü tutsun sizi. Mən bilim, məsələn, bunlar mənim üz üstürəm övladlarım olmağına baxmayaraq, bilirəm ki, yarışa çıxanda bunlar başımı ucu eləyəcəklər. Yəni mən tələbələri mən bunlara fərq qoymuram. Hamısına eyni gözlə baxıram. Çünki hər biri sizin qürur mənbəyinizdir. Bəli, əlbəttə ki, onlar bizim fəxrimizdir, gələcəyimizdir. Biz də bir müəllimlərin də borcudur ki, biz müəllimlərin vətən üçün, xalqımız üçün təbii ki, Azərbaycanı təmsil edirlər, istər dünyada, istər. Necə deyim, sağlam övlad yetişdirək. Sabah Dünya Avropa çempionatlarında, məsələn, Nazənin, Lalə kimi idmançılar bizim bayrağımızı yüksəksinlər, himnimizi səsləndirsinlər, biz də baxıb fəxr eləyək. Çox sağ olun ki, gəldiniz. Təşəkkür edirəm. Daim qələbə sevinci ilə gələsiniz buralara. Təşəkkür edirəm. Mən də sizə təşəkkürümü bildirirəm ki, hər zaman bizi işıqlandırırsınız. Hər zaman bu gözəl balalarımızı, idmançılarımız, gələcəyimiz olan balalarımızı işıqlandırırsınız. Sizə çox-çox təşəkkür edirəm. Missiya TV-nin rəhbərinə də təşəkkürümü bildirirəm. Minnətdarlıq, təşəkkür edirik. Bizdən bugünlük bu qədər. Verilişimizin növbəti buraxışlarında yenidən sizinlə olacağıq. Salamat qalın.